Hər səhər 5 qavalı qurusu yesək nə olar? Bağırsaqlar saat kimi işləyəcək, dəriniz cavan qalacaq, hətta ürəyinizi qoruyacaq. Bütün faydaları öyrənmək üçün videonu sona qədər izləyin. Videoya keçməzdən əvvəl mənim kanalıma abunə olub bəyənməyi unutmayın ki, bu video daha çox insanın qarşısına çıxsın. Tərkibində bol miqdarda vitamin və minerallar olduğu üçün orqanizmə bir çox müsbət təsir göstərir. Liflə zəngin olan qavalı qurusu bağırsaq fəaliyyətini yaxşılaşdırır və qəbizliyin qarşısını almaqda olduqca təsirlidir. Qavalı qurusundan necə istifadə etməli? Bunun üçün axşamdan 5 qavalı qurusunu 1 stəkan qaynar suya atın. Səhər tezdən qalxanda suyunu için, qavalısını da yeyin. Bu bağırsaqları saat kimi işlədəcək. Müntəzəm istifadəsi həzm sisteminin işini normallaşdırır və qidalardan maksimum fayda əldə etməyə kömək edir. A, C, K vitaminləri və antioksidantlar baxımından zəngin olan qavalı qurusu immuniteti gücləndirir, bədəni infeksiyalardan və zərərli mikroorqanizmlərdən qoruyur. Tərkibindəki kalsium sayəsində sümükləri möhkəmləndirir, osteoporoz riskini azaldır. Xüsusilə yaşlılar və menopoz dövründə olan qadınlar üçün faydalıdır. Qavalı qurusu qan azlığının qarşısını almaqda mühüm rol oynayır. Qansızlıqdan əziyyət çəkənlər üçün yaxşı dəmir mənbəyidir. Bilirdinizmi? Quru qavalı sərbəst radikallarla mübarizə aparır, hüceyrə zədələnməsini azaldır və yaşlanmanı gecikdirir. Dərinin sağlam və gənc görünməsinə kömək edir. Karbohidratlarla zəngin olduğundan yorğunluğu aradan qaldırmaqda təbii enerji mənbəyi sayılır. İdmançılar və aktiv həyat tərzi keçirən insanlar üçün ideal qida sayılır. Bu quru qida tox qalma müddətini uzadar və aclıq hissini azaldar. Qavalı qurusu pis xolesterol səviyyəsini aşağı salır və qan təzyiqini tənzimləyir. Bu xüsusiyyəti ilə ürək-damar xəstəliklərinin riskini azaldır. Mütəxəssislər yüksək təzyiqi olan xəstələrə hər gün quru qavalı yeməyi məsləhət görürlər. Bəs zərərləri varmı? Şəkər xəstələri və süd verən analar üçün xəbərdarlıq. Qavalı qurusunu gün ərzində ölçülü miqdarda qəbul etmək lazımdır. Tərkibində şəkərin miqdarı çox olduğuna görə piyələnmədən və şəkərli diabetdən əziyyət çəkənlərə quru qavalıdan çox istifadə eləmək məsləhət görülmür. Süd əmizdirən analar quru qavalı yeyərkən diqqətli olmaq məsləhət görülür. Bu uşaqlarda allergiyaya səbəb ola bilər. Əgər sağlam və gümrah olmaq istəyirsinizsə, quru qavalını qida rasionunuza əlavə edin. Siz heç quru qavalıdan istifadə etmisiniz? Şərhlərdə yazın. Faydalı məlumatlar üçün mənim kanalıma abunə olub bəyənməyi unutmayın.